səhər leysan yağır. Biz isə gedirik növbəti istiqamətimiz tərəfə. Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bu bizim Balkan ölkələrinə olan səyahətimizin ikinci hissəsidir. Daha öncə Albaniyadaydıq, artıq Albaniya vlogu kanalımdadır. İlk növbədə əgər kanalımda ilk dəfəsinizsə və yaxud da daha öncə videolarımı izləyib kanala abunə olmamışsınızsa, sizdən xahişim olacaq ki, kanala abunə olarsınız, çünki bu mənim üçün çox vacibdir. İndi isə hamıya xoş seyirlər. Deməli gəldik avtobus terminalına. Ay Allah. Yağış yağır. Çatdıraq tez. Cəmi 15 dəqiqəmiz var. Yol kənarında saxladıq. 4 saatlıq yol ümumi çox az qalır. Biraz supermarketdir. Amma heç nə yoxdur. O da restorandır. Düz avtobus terminalına üzbəyüz qatar terminaldır və burada biletlər aldıq. Artıq bugün Belqrada yola düşürük. Avropada sağ qalmaq çabalar. Sizə də verelim life hack var. Baxın. Oradan almışdıq, şimdi səhər yeməyimizi yiyəcəyik. Anladığımız qədər bura Montenegro, yəni Podgorica mərkəzidir. Podgorica paytaxtı. Hələ ki tam anlamırıq. İstədiyəsində maşın götürək icarəyə və gedək ya Budva, ya Kotora. Amma cəmi bir neçə saatımız var. Düşündük dəyərmi, dəyməzmi? Və ona da İndi basa-basla gedib sonra qatara çatdırarıq ya yox. Bir coffee shop tapdıq burada. Görək. Yes, and Burada nəcəmsə uyğun qiymətə şirniyyatlar və un məmulatları tapdıq. Baxın, qiymətlər 60 eurodan başlayır. 60 euro, 60 sent, 80 sent və s. Biz terasda əyləşmişik, düz mərkəzdədir. Deməli, biz yenə də nəticədə qərara gəldik ki, burada ən yaxşısı getməyimizdir ki, digər şəhərə gedək. İndi gedirik maşını icarəyə götürməyə və Budva şəhərinə. Burada azası axtarırıq ki, mənim kolleksiyam üçün snow globe alaq. Deməli, baxın, bu yerdən maşını icarəyə götürdük. Təsadüfən kafedə yanımızda oturan xanımdan soruşduq, onun dostu çıxdı. Və beləliklə qərara gəldi ki, yox, yenə də gedək ki. Yenə də gedirik maşını götürməyə, bizə göstərir. Maşını icarəyə götürmək 40 avrodur. Bizdən bir neçə saatı cəmi qaytaracağıq artıq. Beləliklə maşını kirayələdik, icarəyə götürdük və gedirik, yollanırıq. Yaxşı maşındır. Super maşındır. Burada kəmərləri arxada da, arxa oturacaqlarda da bağlamaq lazımdır. Belə, yəni şəhərlər arası səyahət edirsinizsə mütləq oturanlar, həm də arxada oturanlar kəmər bağlamalılar. Gəldik benzin doldurmağa. Sizin üçün burada market çəkirəm. Mini belə dayanacaqda olan marketdir. Bakarsınız, biz Budva'ya getmək qərarını verdiyimizdə Sulgar, bu da не Sulgar, Prat'dır, bu nədir? Sağ ol, çox sağ ol. Oh no. Uzun maraqlı olardı, maraqlı hesab edək. Və sənin məqsəd olun. Get-gedə də bu sulu qardan da keçidir. Get-gedə də vaxt güzələm. Qorxulu deyil. Вот такие дела. Cənnət kimi görünür.
hava. Biz yola çıxanda dumanlı hava. Murat, nəsə bax səninlə yola çıxanda bu şeylər baş verir. Qəbələdən qaydırdım. Yox, Elə bir Qəbələyə gedir. Proxuz nədən zidir? Siz bir dənə buranın gözəlliyinə baxın. Yürüyük yola, Budvaya. Ümumiyyətlə istəyirəm ki, səyahət videoları sizin üçün maraqlı və faydalı məlumatlarla dolu olsun. Elə ona görə keçək indi maraqlı faktlara. Montenegro dünyanın ən gənc ölkələrindən biridir. 2006-cı ildə Serbiyadan sülh yolu ilə ayrılaraq müstəqil oldu. Yəni ölkə çox gəncdir, kiçik, amma zəngin təbiətə malikdir. Montenegro ölçü baxımından kiçik olsa da, burada dağlar, dəniz sahilləri, göllər və sıx meşələr mövcuddur. Ölkənin əhalisi təxminən 600 min nəfər olsa da, hər il bir neçə milyon turist Montenegronu ziyarət edir. Avropanın ən qədim ağacı da burada yerləşir. Stara Maslina adlı zeytun ağacının 2000 ildən çox yaşı olduğu deyilir. Montenegro Avropa İttifaqının üzvü olmasa da, avrodan rəsmi valyuta kimi istifadə edir. Həmçinin də Balkanlarda kafe mədəniyyəti ilə tanınır. Montenegroda insanlar saatlarla kafelərdə oturub dostları ilə söhbət etməyi sevir. Bu yerli həyat tərzinin bir hissəsidir. Gedirik indi. Onların içəri şəhərinə bura olmalıdır. Gözəlliyə baxın siz. Deməli buranın Bakı ilə heç bir fərqi yoxdur. Niyə? Şirvanşahlar sarayı. Yəni durun. Atəşkəh məbədi. Ya bura içəri şəhərin Qoşaqala qapısıdır. İnan Allahım. 3 dənə qulluq otelə. Deyir bax 3 dənə bax. Name Towers. İmkan vermədiyi video çəkim. Burası çox güman suvenir mağazasıdır. Mersin. Buradan dənizə çıxış var. Girək. Baxın. Bu arada burada türklər çoxdur. Getdiyimiz bir neçə kafe shopda, mağazada satıcılar türk idilər və illərdir burada qalırlar və işləyirlər. İbrahim. Baba, izleyip ayakta da amca düşüp ne de izleyir oradan aradan bizi. Ne çıktı bizden ne olur? Erkek, gelirik balerinanın yanına. Tamam, onu izledik. He, onlara bak. Gidelim, tamam. Geldik meşhur balerina heykelinin yanına. Çekilişler gelir. Çox gözəldir. Adamın burada ruhu dincəlir. Yəni istirahət üçün artıq primitiv olaraq, təbii ki, Türkiyəni hər kəs sevir, amma yeni yerlər kəşf etmək istəyirsə, burada əminlikə gəlmək olar. Girmək üçün. O isə biraz daşlı var. Sağ ol. Necə hiss edirsiniz özünüzü? Adam istirahət edir. Ehtiyatlı olun, zəhmət olmasın. Bu boşluq kimi üçün qoyulub. Çox qorxuludur. Dedirik ki, bir zamanda zərər. Sağ ol. Diqqətiniz üçün. Ağzı olacaq, çəsnə.
bura sudur. Vay vay vay. Görək Muradın ayağı soğumasa biz də gedək. İndi gedirik yemək yeməyə. Biz də eşit acıq. Yemək yeməyə gedirik. Hal-hazırda restoran axtarışındayıq. Restoran axtarışındayıq. Ən maraqlı olanlardan biri evlərdir. Rəngarəng və maraqlı formalarda. Elə. Enjoy guys, see you next week. Thank you. And one coke please. And do you have sauces? Sauce, get your money, sir. Və yeməkdən sonra ikram olaraq bizə pişiyyət gətirirlər. Ona görə çay içəcəyik. Baxın, bu məkan idi, adı Parma. Qıraqdan heç demərsiniz ki, belə içində yəni yaxşı, həm dizaynı yaxşı idi. Yeməkləri də möhtəşəm, sadəcə möhtəşəm. Baxın, adı buydu. Gedək. Tox qarından qaydırıq paytaxta, amma yol üstü. Yol üstü. Nə etməliyik? Evet. Ama girmeyeceğiz. Girək. Deməli, təəssüratlarımızı bölüşmək istəyirik. Artıq son 1 saatımız qalıb və təəssüratlarımızı bölüşmək istəyirik. Nə var yemişik? Hər yerdə ayran tapan mən. Otur. 35 sentdir. Digərləri məncə ayran deyil. Kefir var məsəl üçün. Amma onlar tam istədiyim dadda olmur. Burada balı çox sevdiklərini və şəkəri bal ilə əvəz etdiklərini anladıq. Çünki daha öncəki məkanda da şəkər əvəzinə bal ilə qatışdırdıqlarını söylədilər. Baxayım. Bura düz həmin o terminalı yanıdır. Burada rahat əyləşirik və vaxt gəldiyində bagajlarımızı götürüb gedəcəyik ora. Və qatara oturub artıq yollanacağıq Serbiyaya. Burada isə artıq qatarımız gəlir və sizə şok görüntüləri təqdim edirəm. Mən də elə bir də baxın. Bir adam güclə yerləşir bura. Hayır, mənim. Allah'ım neydi günahım? Gəl. Bir də bizim yerimizə baxın zəhmət. Belə bax. Murat, sən şokda olacaqsan. Yəni üstə yatmaq istəyən var idi. Ha, qalxarsan Mən 2-də demişdim yəni nəzərsə. Mən 2-də demişəm. Gecəni burada necə yerləşib, necə yatmışıqsa bir Allah bilir. Həqiqətən bir Allah. Və burada qar yağır. Amma tam görünmür belki sizə. Belə. Koridorda keçməyə deyirik. Baxın, bir nəfər güclə keçir. Ümumilikdə qatarın vəziyyəti həqiqətən çox bərbad idi və öz dəmir yollarımıza çox şükür edirdik ki, həqiqətən bizdə hər şey çox səliqəli və müasirdir. Sanki Avropa ölkəsinin deyil də, keçən əsrdə qalmış bir ölkənin qatarı idi. Amma ümumilikdə buranı da çox bəyəndik. Xüsusən də Kotor, Budva, Tivat kimi digər şəhərlərinə görə gəlməyə dəyər. Burada isə artıq Serbiyaya çatırıq. Orada qar yağırdı biz gələndə. Və getdiyimiz bu Balkan ölkələrindən ən çox sırf Avropa ölkəsi kimi hiss olunan elə məhz Serbiya idi. Bu videonun və Montenegro macəralarımızın sonuna gəlib çatdıq. Amma növbəti videolarda sizə daha maraqlı macəralar gözləyir. Serbiya vlogu da çox yaxında artıq kanalımda olacaq. Ən son paylaşdığım video bu qədər marağa səbəb olduğuna görə çox sevinirəm. Çünki nəhayət əziyyətimin bəhrəsini gördüyümü hiss edirəm və yenə də sizdən xahiş edəcəm ki, bir çoxlarınız abunə olmadan izləyirsiniz. Bu 98% izləyicilər idi. Ona görə sizdən xahişim odur ki, kanala abunə olub, bu videonu bəyənib, dostlarınızla bölüşüb və rəy bölməsində də öz fikirlərinizi yazsanız çox sevinərəm. Sonadək izlədiyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşənədək sağ olun.